Əminəm ki, mən də daxil olmaqla bir çox valideyn etibarlı yay düşərgəsi axtarır. Sizin digər düşərgələrdən fərqiniz nədir? Niyə sizi seçməliyik? Artıq 11 illik təcrübəmiz ərzində 20 mindən çox şagird düşərgələrimizdə iştirak edib. Bu rəqəmlər bizim üçün sadəcə statistika deyil, illər ərzində qazandığımız etibarın və uğurun göstəricisidir. Bugünə qədər 100-dən çox məktəbdən və 20-dən çox ölkədən şagirdləri qəbul etmişik və hər il bu göstəricilər daha da artır. Bu isə valideynlərin bizə olan inamını və düşərgələrimizin keyfiyyət standartlarını davamlı şəkildə qorunduğunu göstərir. Həmçinin İllər ərzində formalaşan sistemli yanaşmamız sayəsində hər bir iştirakçı üçün həm təhlükəsiz, həm də inkişaf yönümlü bir mühit yarada bilmişik. Topladığımız təcrübə və qurduğumuz sistem sayəsində biz uşaqlara yalnız bir düşərgə deyil, yüksək səviyyəli və əvəz edilməz bir yay təcrübəsi təqdim edirik. Bir valideyn olaraq mənim üçün ən vacib məqamlardan biri də odur ki, gündəlik düşərgə proqramı necə olur? Övladım düşərgədə gündəlik hansı fəaliyyətlərlə məşğul olur? Baxın, gün ərzində fəaliyyətlər əsasən 4 istiqamət üzrə təşkil olunur. İdman, əyləncə, inkişaf və istirahət. Adətən gün aktiv və enerjili başlayır. Çünki uşaqlar həmin vaxt daha enerjili olur. Günün birinci yarısında açıq hava və idman fəaliyyətlərinə üstünlük verilir. Hovuz, akvapark, eləcə də müxtəlif idman növləri, futbol, basketbol, voleybol və sair kimi oyunlar uşaqların aktiv vaxt keçirməsinə kömək edir. Eyni zamanda onların açıq havada və hovuzda keçirdiyi vaxt da mütləq nəzərə alınır. Günün ikinci yarısında isə proqram daha çox inkişaf yönümlü və sosial fəaliyyətlərlə davam edir. Ekskursiyalar, master-klasslar, workshoplar və müxtəlif interaktiv təlimlər təşkil olunur. Həmçinin peşəkar idmançılar və müxtəlif sahələr üzrə mütəxəssislərlə də görüşlər də proqramın bir hissəsidir. Ümumilikdə gün ərzində müxtəlif fəaliyyətlər keçirilir və hər bir fəaliyyət uşaqların həm öyrənməsi, həm də əylənməsi üçün xüsusi olaraq planlaşdırılır. Aydındır, çox sağ olun. Bəs düşərgədə uşaqlar üçün əsas ünsiyyət dili hansıdır? Düşərgəmizdə əsas məqsəd zəngin proqramla yanaşı beynəlxalq mühit yaratmaqdır. Bu məqsədlə komandamızda həm də xarici müəllim heyətinə yer veririk. Düşərgədə əsas ünsiyyət dili ingilis dilidir və gün ərzində bütün fəaliyyətlər də bu dildə aparılır. Uşaqların adaptasiya prosesini asanlaşdırmaq üçün isə həm Azərbaycan, həm də rus dillərində uşaqlara əlavə dəstək göstərilir. Eyni zamanda digər xarici dillərdən də istifadə olunur. Beləliklə, hər bir şagird həm dil bacarıqlarını inkişaf etdirir, həm də özünü rahat və təhlükəsiz hiss edir. Bu yanaşma uşaqlara dili yalnız öyrənmək deyil, həm də real mühitdə aktiv şəkildə istifadə etmə imkanı yaradır. Valideynlər üçün düşünürəm ki, ən vacib mövzulardan biri də məhz uşaqların təhlükəsizliyidir. Həm düşərgə daxilində, həm də uşaqların gedib gəlməsi necə təşkil olunur? Baxın, şagirdlərimizin komfortlu və lisenziyalı nəqliyyat vasitələri ilə tam təhlükəsiz şəkildə gedib gəlməsini təmin edirik. Yol hərəkəti zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunur. Təhlükəsizlik kəmərlərinin bağlı olmasına, sürət həddinə, nəqliyyat havalandırılmasına və ümumi təmizliyinə xüsusi nəzarət edilir. Əsas dayanacaq nöqtələrimiz Gənclik, Koroğlu metro stansiyaları və Mərdəkan ərazisidir. Bununla yanaşı valideynlərin istəyinə uyğun olaraq fərqli ərazilərdən də götürülmə mümkündür və ya uşaqları birbaşa özləri, valideynlər birbaşa düşərgə ərazisinə gətirə bilərlər. Düşərgə müddətində isə təhlükəsizliyin təmin olunması üçün düşərgənin yerləşdiyi otelin xüsusi mühafizə xidməti cəlb edilir. Bununla yanaşı tibbi xidmət prosesə cəlb olunur ki, uşaqların sağlamlıq vəziyyəti hər an nəzarətdə saxlanılsın və hər hansı ehtiyac yarandıqda isə dərhal müdaxilə edilə bilsin. Hər hansı sağlamlıq problemi yarandıqda isə tibbi komandamız dərhal müdaxilə etməyə hazır olur. Məqsədimiz valideynlərə tam güvən vermək və uşaqlar üçün maksimum təhlükəsiz, qayğıkeş və etibarlı bir mühit yaratmaqdır. Mənim kimi digər valideynlərin də ən çox diqqət elədiyi məsələlərdən biri məhz qidalanmadır. Bəs düşərgədə uşaqların qidalanması necə təşkil olunur? Qidalanma məsələsində də xüsusi önəm veririk. Şagirdlərimiz gün ərzində 3 dəfə sağlam və balanslı qidalanma ilə təmin olunur. Menyuda yeməklərin həm dadlı, həm də sağlam olması nəzərə alınaraq hazırlanır. İstifadə olunan məhsulların keyfiyyəti və hazırlanma prosesi daim nəzarətdə saxlanılır. Bu prosesdə peşəkar aşpaz komandası iştirak edir və bütün yeməklər gigiyena və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanır. Həmçinin hər bir uşağın allergik və dietik normaları əvvəlcədən qeydə alınır və buna uyğun olaraq menyu yenilənir. Yəni burada əsas məsələ təkcə uşaqların doyması deyil, həm də düzgün və sağlam qidalanmanı təmin etməkdir.
Bir valideyn olaraq mənə xüsusilə maraqlıdır ki, övladım niyə yay düşərgəsində iştirak etməlidir? Bu ona nələr qazandıracaq? Bəzi uşaqlar düşərgəyə gəlməzdən əvvəl özünə qapanıq olur. Ünsiyyət qurmaqda çətinlik çəkir və yeni mühitə adaptasiyada tərəddüd edir. Düşərgədə uşaqlar üçün hər gün fərqli bir təcrübədir. Yeni mühit, fiziki fəaliyyətlər, oyunlar, master-klasslar və real praktiki bacarıqlar. Həmçinin onlar fərqli insanlarla tanış olur, yeni mühitə uyğunlaşma bacarıqlarını inkişaf etdirir və daha da sosiallaşırlar. Uşaqlar sadəcə vaxt keçirmir, eyni zamanda özlərini daha yaxşı tanımağa başlayırlar. Düşərgədən sonra tam fərqli bir vəziyyət görürük. Uşaqlar dünya görüşü inkişaf etmiş və özünə inamlı və enerjili bir formada evə qayıdırlar. Mənə maraqlıdır ki, sizdə təşkil olunan düşərgənin formatı necədir? Yəni uşaqlar üçün hansı iştirak variantları mövcuddur? Baxın, düşərgəmiz həm yatılı, həm də gündəlik, yəni gedib gəlmə formatında təşkil olunur və hər iki format yüksək səviyyədə planlanıb. Valideynlər özlərinə daha uyğun olan variantı rahatlıqla seçə bilərlər. Yatılı format seçən şagirdlər üçün yerləşmə Dreamland Apart Hotel ərazisində həyata keçirilir və uşaqlar tam komfortlu 5 ulduz standartlarına uyğun otaqlarla təmin olunur. Bu format uşaqların sərbəstliyi, özünü idarə etmə və özünə inam kimi vacib bacarıqlarını inkişaf etdirir və onların komanda mühitində daha fəal iştirakını təmin edir. Gündəlik formatda uşaqlar səhər düşərgəyə gətirilir, gün ərzində bütün fəaliyyətlərdə iştirak edirlər. Günün sonunda saat 18:00-dan sonra isə xüsusi təşkil olunmuş nəqliyyat vasitələri ilə evlərinə göndərilərək valideynlərinə təhvil verilir.